şirin bir adı var bu kəndin, Zeyvə. Kim bilir onun yaşını? Üzü dağlara tərəf oturub, fikrə gedən ixtiyar qocaya oxşayır bu qədim yurt yeri. Baharın yamyaşıl baxışları dolaşır kəndin küçələrində. Sanki ötüb keçənlər axtarır. Evlərlə, həyətlərlə, çəpərlərlə söhbətləşmək istəyir. Şabranın qədim kəndlərindəndir Zeyvə. Sinəsi xatirələrlə doludur. Dindirsən min hekayət danışar. Dilimizdə belə bir məsəl var. Bala baldan şirindir. Bu iki sözü doğmalaşdıran təkcə bu məsəldə deyilən şirinliklər deyil, həm də onlardakı bahar ətridir. Zülfüqar deyir ki, arıçı gərək halal adam olsun. Əgər işinə bir balaca haram qatsa, o həyətdən xeyir-bərəkət də didərgin düşər, üstəlik arının özü də. Ağa Məmmədovlar ailəsi nəsil işə arıçı olub. Zülfüqar gözünü açandan həyətlərində arı pətəyi, süfrələrində bal görüb. Beləcə, balaca yaşlarından arıçılığa könül bağlayıb. Bu çınar bir təbiət abidəsidir. Təxminən 230 yaşı var. Onun başı üzərindən zamanın çox tufanlar ötüb keçib. Amma o, bütün bunlara sinə gəlib. 2 əsrdən çoxdur ki, bu qoca çınar qoca tarixə meydan oxumaqdadır.
Kənd adamının gün güzaranı torpaqdan su içər. Torpağı da gərək əkib becərəsən, qulluğunda dayanasan, nazını çəkəsən. Ruqiyə ana deyir ki, həyətindən malqara, qoyun quzu, toyuq cücə səsi gələn kəndçinin süfrəsi kasad olmaz. Yetər ki, torpağı sevəsən, zəhmətə qatlaşmaqdan qorxmayasan. Torpaq ruzidir, xeyir bərəkətdir. Bu gölün qeyri-adi adı var, Əmbil. Zeyvə yaxınlığında qərar tutan Əmbil, dəniz səviyyəsindən 927 metr yüksəklikdədir. Əsrarəngiz bir görünüşü var Əmbilin. Elə bil göylər onun sularına sehirli bir gözəllik qatıb. Dörd bir tərəfi meşə olan Əmbil, ilin bütün fəsillərində gözəldir. Bura gələnlər ürəyində kaş ki Əmbilə bir də gələydim deyir. Zeyvə kəndi Qarabağ savaşında 12 şəhid verib, 12 cavan, 12 igid. Onlar müqəddəs bir amal uğrunda silaha sarıldılar. Onlar doğma torpağımızın azadlığı yolunda döyüşə atıldılar. Qarabağ Azərbaycandır dedilər. Müqəddəs bayrağımız bu qəhrəman vətən oğullarının ant yeri oldu. Zeyvə kəndi öz əziz övladlarının xatirəsini uca tutur. Onlarla fəxr eləyir və bu igidlər beləcə əsrlər adlayacaq. Adları dəyişən nəsillərin fəxarət ünvanı olacaq.
Kainatın sirri məkanıdır məscid. Buradan başlayır insanın mənəvi aləmə gedən yolu. Burada insan yaranışın hikmət qapısını açır, uca yaradana səcdə eləyir. Bu zaman yer, göy, ilk Adəmlə son Adəm sanki vəhdətdə olur. Zeyvə məscidi 1912-ci ildə kənd adamlarının zəhməti ilə tikilib. 100 ildən çox vaxt keçib. Hələ neçə yüzüldə keçəcək bu müqəddəs məkan yenə də insanların Allah eşqi ilə üz tutduğu yer olacaq. Bu Zeyvə çayıdır. Adını daşıdığı kəndin içindən axıb keçir. Zeyvə kəndi yaz-qış səhərlər onun səsinə oyanır. Çaylar dağların bizə göndərdiyi nəğmədir. Ucalığın və saflığın gözəlliyini vəsf edən nəğmə. Min illərdə ətraf kəndlər, meşələr, dərələr, təpələr, çöl-çəmən bu nəğməni dinləyir. 1000 il sonralar da belə olacaq. Nə bu nəğmə susacaq, nə də onu dinləyənlər yorulacaq. Təkcə qaranquşlar yox. Baharın gəlişini kəndlərdə ilk xəbər verən, bir də göy qutabının adamı iştaha gətirən ətridir. Elə qaranquşun səsi kimi göy qutabından da yazın ətri gəlir. Düz dünyanın yamyaşıl ovqata büründüyü baharda dünyanın heç bir ləziz yeməyi göy qutabını əvəz eləyə bilməz. Amma bir şərtlə ki, o qutabın yanında nəhrə yağ ola. Bir də onu səyyarə ana və onun əlindən su içən Südabə bibi kimi gözəl kətə bişirəni ola. Alev yanmaz.
bahar ovqatı var Zeyvənin küçələrində. Yüzlərlə belə bahar gəlib keçib onun ömründən. Qədimliyin qəribə bir sirri var. Yaxşı, işıqlı hər nə varsa, onu qoruyub saxlamaq, yaşatmaq istəyir. Bu baharda Zeyvənin yaddaşına belə uzun ömürlü bir rəng qatacaq.